İran içində də təkcə millət iki qorxaqdır. Mübarizə eləmir, özün haqsız bilir və haqsıza da boyun əyibdir. Mütəəssifanə türklərin çoxunluğudur. Yenə də salam dostlar və əziz İnsaf Əli bəy. Sizin o danışığınızın bir balaca bölümünü burada yaydım. Bu yaymağın səbəbi də sizə bir qara sual verməkdir. Baxmayaraq ki, burada millətimizə qarşı bir əhanətdə bulunursunuz, amma sizin bu savaşa və istiqlala marağınız haqda sizə bir sual vermək istəyirəm. Onun adını qoydum qara bir sual, böyük bir sual. Elə danışığınızın bu bölümündə deyirsiniz ki, Türk millətinin çoxunluğu qorxaq və mücadilə etməyəndirlər. Tikrarən deyim, çoxunluğu deyirsiniz. Əlbəttə mən sizi orada haqlı bilirəm ha. Çünki keçən 500 ildə bu millətin dili, baxmayaraq ki, iqtidarların və sultanların və imperatorluqların hamısı türküdür, amma türk dili bu ölkənin rəsmiyyətinə oturmadı. Ya oturtmadırlar və onun yerinə fars dilini və farsçılığı təbliğ və tərvic etdilər. Sonra da Rıza Şah gələndən sonra asimilasyon politikası bu xalqı zəlalətə oturtturdu. Və ən geniş asimilə olan xalq da elə bu xalqıdır. Orada düz deyirsiniz ki, çoxunluğu qorxaq deyil, maarifsizdilər, milli kimliyin tanımırlar. Ona görə milli mücadiləyə qatılım çox zəifdir. Yaxşı qardaşım, o qara sual budur. Siz ki, öz dilinizlə bu millətin çoxunluğunun milli açıdan bilinci olmaması üçün, öz kimliyini dəqiqcə tanımaması üçün və bunun çoxunluğu belə olduğu üçün siz bu milləti maarifləşdirmə yerinə, o maarifləşdirməyə zəmin və şərait yaratma yerinə istiqlal şüarını bu millətin, o çoxunluğun beyninə necə yerləşdirə bilirsiniz? İstiqlal mərifətinə gəlmədən bu xalq, o çoxunluq ki, adını çəkirsiniz və adını qorxaq qoyursunuz, bu çoxunluğun milli bilinç sahəsində bilincini artırmaq üçün uyğun strateji və taktiklər və şüarlarla bu çoxunluğun milli bilincini artırmaq üçün və bu milləti milli maarifləşməyə sürəkləmək yerinə istiqlal şüarını meydana atmaqla kimə xidmət edirsiniz? Bu millətin həman siz adını çəkdiyiniz çoxunluğu istiqlal şüarı eşitdiyində o asimilə, yarım asimilə və ya bilinçsiz insanları mərkəzçilərə, farsçılığa və İrançılığa sürükləmirsinizmi? Yəni, o adın çəkdiyi çoxunluq istiqlal şüarını eşidəndə ki, onların gözündə istiqlal deyil, təcziyə tələbliq və bölücülük qavramı zehnlərinə gəlir, onları qorxudub mərkəzçiliyə və fars şovinizminə tərəf itələmirsinizmi? Başqa deyişlə, millətimizi sizin demişkən qorxaq və məncə bilincsizliyini yalnız bilincləndirmə stratejisi ilə xalqın zehnin kamuoyunu dəyişə bilərsiniz. Yumuşaq siyasətlə orada dəyişiklik icad edə bilirsiniz. Hər bir radikal hərəkət, hər bir radikal strateji o çoxunluğa, adını çəkdiyiniz çoxunluğu mərkəzçiliyə, İrançılığa, fars şovinizminə və faşizminə daha çox yaxınlaşdıracaqsınız. Daha çox o tərəfə itələyəcəksiniz. Əcəba heç bu soruna ciddicə düşünmüsünüzmü? Danışma tərziniz, fikir tərziniz bu ciddi mövzuya düşünməzi heç əks etmir. Bu xalqın həqiqətən qurtuluşuna düşünürsünüzsə, bu xalqın zehniyyətinə uyğun taktik, strateji və düşüncə meydana qoymalısınız. İstiqlaliyyəti arzu edirsinizsə, kəsinliklə sizin haqqınızdır. Onu ürəkdə saxlamalısınız və hətta arzu kimi də dilə gətirə bilirsiniz. Amma xalqın zehniyyəti ilə, fikri ilə, düşüncə səviyyəsi ilə uyğun milli maarifləşməsinə bir yol açmalısınız. Yoxsa siz gedən bu radikal yol millətimizi sizə verməyəcək, amma təəssüflə sizi millətimizdən ala bilər. Ona görə təklif edirəm ki, dərindən düşünüb bu şansı düşmənimizə İranda verməyəsiniz.